Xüsusi sponsor Bizon Enerji, sponsor İdə Parfümeri, FAV avtomobilləri, təşkilatı dəstəyi Kasap Dönər. Attığım hər addım məni birinciliyə aparır. Qələbə mənim olmalıdır. Daim hərəkətdəyəm. Daim öndəyəm. Daim zirvədəyəm. Çünki tək rəqibim özüməm. Bizon Enerji, güc məndədir. Çatıram. Narahat olma, fəlakət bilirsən ki, yapışdığın qoparır, başqa variant yoxdur. Onun başın qatın orada. Qaqam 6 sekund oradadır. Deyirəm 6 sekund, 5 sekund. Ay sağ ol. Qaqa, farsaj fəlakət deyirlər. Sən nə danışırsan orada? Bu ışık düşür axıbdan. Sən bilirsən, bunu yırışdır. Sən axtarıram sərdən, hə? Sən gelin keçin. Gedirik. Elza xanıma sürpriz edəcəyik, gəl. Ay qardaş. Neyirsən? Yol ver. Atar aparsan. Bu Elza xanım mənim qonağımdır. Ona sürpriz eləyəcəm də, başa. Ay nə Elza, nə sürpriz. Ay gəl görüm. 50 sal aşağı, hə? Ay atım ara oğursan, gəl çıx. 50 sal vətəndaş, təzyiq göstərsəm 50 sal aşağı, hə? Ay buna bax, atım oğurur qardaş, gəl ha. Buna bax, hə, gör dünyanın harasıdır, sənət hansı yerdə qalıb. Bu at məni başa düşür. Bu at sifət məni başa düşmür. Buna bax, hə, at kimi durur sifət. Yenə atdan burdan. Əlini, vətəndaş, əlini çək, hə? Mənlə at söhbət edirsən, Hə, at söhbət edirəm. Mənlə? Bəli, elə səndən at söhbət. Duxun çatır məndən at söhbət eləməyə, hə? Duxun çatmaz məndən at söhbət Hə, eləməyə. mənim duxum çatır at söhbət. Yaxşı, qaqan getsin maşından 125 dənə at gətirsin, atsın sənin üstərsən də bax. 50 çək vətəndaş, 50! Atdan bara 125 50 dənə. sal, təcavüz, vətəndaş! 150 dənə. Bu saat görərsən, gör sənin başlarını At oynatacaq. gətirir. Atlar yoxdur qaqa. Sən buradan ağarsan, hə? Hə, buradan çəksin. Söz. Alo, salam aleyküm. Cahan Motors'dur. Bu FAV avtomobillərini satan yer. Ay sağ ol. Fəlakətdir, fəlakət. Sizdən maşını aldım ha. Qulaq asma. Sən mənə demişdin bu 125 dənə at olacaq. Hara qoyubsunuz onu tapanmıram. Nətəri? Hə, motorun içinə qoymusunuz. Kimə deyib qoymusunuz? Mənə demisiniz onu. Hə, onun gücündən istifadə eləmisiniz atların. Hə, başa düşdüm. Yaxşı, atları hara qoymusunuz da bu gücündən istifadə elədiniz atlar hanı? Hə, lap elə. Hə, bu at boy verdi ki, amma. Deyirəm, qoyam yemək. Oturun aşağı, oturun. Sakin olun. Ay, sevdiye bak ya. Yerdə yer bəsdir. Hadi çək. Söz çıx bayra. Həmin çıxardın bayra. Çıx. Ay gələ. Sizə min dəfə demişəm ki, burada şirinliyə eləyirsiniz tuturam, ancaq mən gələndə çalırsınız. Mən olmayanda da burada musiqi çalın. Görürsünüz, qonağımız var burada. Əsəbləşdirməyin mənə başlayan kimi bu. Yəni duxumu vurum üstünə. Elza xanım, yətərsiz, qurban olum. Keyfiniz əhvalınız. Yaxşısınız? Şükür Allaha, yaxşı. Maşallah, şəhzadələrə oxşayırsınız. Nə qəşəng görsənsiniz. Siz necəsiniz, yaxşısınız? Yaxşıyam, qurban olum, yaxşıyam. Siz də maşallah kolxoz bazarına oxşayırsınız. Sağ ol, qurban olum, çox sağ ol. Gilas yeyirsiniz, qurban olum, gilasdır. Ağzınızı nuş eləyin, qurban olum. Sağ olun. Təzə deyil, sivecdir, təzə Həmişə bazar. belə ilk nübar edəsiniz. Bilirsiniz də ilk nübarı necə yeyirlər də. Necə elə, qurban olum? Ürəkdə bir arzu tutursan, əlini gətirirsən belə buradan, belə ağzına çatmalıdır əlin, o arzunu həyata keçir. Hə, çatmır, Oradan bir məndə gilas çatan götür. deyil. Bir dənə sizə eləyim, baxım nətər eləyirsiniz. Baxım görüm.
Çatacaq mənim əlim. Mən paltarım elədir ki, imkan verməz, amma səndə çatacaq. Siz Elza xanım oradan əlimlə götürün verim sizə də problem. Gəl onda. Sənə qurban. Çəkə kurufunu çəkə, partladırıq kurufunu çək görüm. Hə, sənə quru. Gözəl insansan ha, maşallah, gözəl insan. Ver alqışlar ver görməyə, alqışlar ver. İlk nübarı özünə. Hə, nuş olsun, nuş olsun. Bəli, sizə də nuş olsun. Necəsiz? Yaxşıyam qurbanım. Elza xanım, bu sizi gördüm. O vaxtı gəlin maşınları oldu, qabağında belə. Ona oxşayıram maşallah. Əsas odur ki, insanda can olsun, hiss olsun, ürək olsun. Düzdür. Vaxtlar idi ki, bəzi insanlar baş üstə oturmuşdular. Aha. İndi isə onlar qalıblar, harda otursunlar, yer tapa bilmirlər. Aha. Buna görə də mənim bir şeirim var, bir-birinizə girişəndə şeiri. Yəni ki, Bir-birinizə girişən. mən bilirəm sən mənim şeirlərimi sevirsən, elə kitabımı da gətirmişəm, sənə hədiyyə edəcəm. Sevirəm, qurbanım. Prost kukladan o şeirə nə tərk etdilər. Orada var, orada var da, orada var. Hə, hə. Bir-birinizə girişəndə. Bir-birinizə girişəndə. Mən görürəm sizi düşünəndə düz təpəmdə, sürüşəndə. Sürüşün görüm sürüşə. Hara gedirsiniz üzrüşəndə? Üzrüşəndə Onda məni haraylayar, çağırarsınız bir-birinizə girişəndə. Alqışlayaq ha, qəşəng şeirdir. Heç nə başa düşmədim. Elə bir şeirim, şeirimdən bir parçadır. Elza xanım, Bəli. bax sizə bir sual verim. Hə. Gəl bunu qoyun burada. Haydi rə, ala bunu. Onu qoy bura, fəlakət. Uşaqlar az deyil, yazıqlar. Al uşaqlar Sonra hərdə bir meyvənin dadına baxaq. Yox, uşaqlar yazıq deyil bunlar. Ya, musiqiçilərimizi bir alqışlayaq. Musiqiçilərimizi Gözəl alqışlayaq. musiqiçilərimizi. Bu Salam Elza verin xanım, sizə, bu bəli. tamaşaçılar yoxdur. Bunu montajda biz qrafika ilə düzəldirik. Güya tamaşaçılar var da başa düşdün. Hə, qəşəng düzəldirik. Elza xanım, Bəli. sizcə mən bu saat hardan gəlirəm? Bax sizə sual verirəm. Mən hardan gələ bilərəm bax bu saat? Mən bilirəm ki, Aha. sən mənim şeirlərimin çox azarkeşisən. Hə, düz. Bilirəm ki, əlində kitab oxuya-oxuya bazara getmisən, meyvə almısan. Aha. Maşallah o meyvədən də səndə bir kompozisiya yaranır. Düşünə-düşünə gəlmisən bura. Aha, bura gəlmişəm. Yox, elə olmayıb Elza xanım. Bəs necə Yox, yox? deyim nətəri. Bəli. Mən getmişdim bu at meydançasına. Getdim sizə sürpriz eləmək istəyirdim. İstəyirdim at gətirim də. Bura atla çıxım, bura partladı. Gəlmədi də. At nə qədər elədim, gəlmədi. Niyə? də. Başa düşdüm ki, Elza xanım, bax siz bu boyda bəstələr eləyirsiniz, şeir yazırsınız, mahnılar oxuyursunuz, heyvanlara konsert verirsiniz. Amma bunu heç bir heyvan başa düşmür. Bir vaxt axı atı bayıra çıxarda bilməzlər. Qaş qaralandan sonra heyvanı bayıra çıxartmazlar. Təkcə at deyil də bütün zooparklara getdim, Bəli. bütün heyvanlarla söhbət elədim. Dedi gəlmir, gəlmir. Başa düşdüm ki, heç kimə yaxşılıq yoxdur, başa düşsən? Çünki mən getməmişəm ora. Mən getsəydim gələrdim. Konsert verməmişdiniz heyvanlara. Mən konsert verəndə heyvanlar hamısı mənim konsertimə gəlmişdi. Hə, bu gəlmədilər. Naşükür heyvan da, başa düşdüm. İnsanlardan yaxşı dinləyirdilər mənim musiqilərimi. Bu heyvanlar haqqında nəsə atalar söz deyə bilərsiniz, qoy utanıb yerə girsinlər. Baxırlar, hamısı verişmə baxırlar mənə. Mən heyvanlar haqqında bir məsələ var. Eşeğə minmək bir ayıb, Düşmək iki ayıb. Sonra var, spağa qınından çıxıb qının bəyənmir. Hə, bəli, o da var. İtürər, karvan keçər, İtürər. lağlaq ilə canı çıxar. Lağlaq ilə canan çıxar. Hə, başa düşdüm. Lağlaq ilə canı çıxar. Elza xanım, mən sizi dəhşət çox istəyirəm. Bax biləsiniz Doğrudan. ha. Mən sizin şeirlərinizin fanatıyam. Çox sağ ol. Özünüzü çox Deyirəm, istəyirəm. eşitmişəm. Sorağın gəlib çatır mənə. Bu qamçını götürün qurban ol. Birdən gördünüz, hansısa sualım xoşunuza gəlmədi. Ma yazığınız gəlməsin. Məni heç kimdən ayırmayın. Qamçı ilə cavabımı verin. Yox, sualınız xoşunuza gəlmədi, vurun. Doğrudan. Məni heç kimdən ayırmayın. Elza xanım, bax buradan bir dənə sual yaranır. Siz ümumiyyətcə qadının kişinə əl qaldırmağına, kişinin qadına əl qaldırmağına nə tər baxırsınız? Bax mən məsəl üçün belə baxıram, bax. Siz nə tər baxırsınız? Yaxşı at özünə qamçı vurdurmaz. Hə, bu kreativliyə bax, nə tərdir də. Alqışlayaq, hə, musiqini ver. Elza xanım, təzə nə bəstələmisiz, qurban olum. Bax bu yaxınlarda mahnı bəstələdir, dünya mahnısı. Hələyin mərd oyunu, yaman gəliş gəldi mənə, a dünya, şeş atdım zər vermədi. Əcəb gəliş gəldi mənə, a dünya, a dünya, a dünya, a dünya. Gözəldir, gözəl. A dünya, a dünya. Ha dünya, gözəl insansınız. Əla, hiss olundu ki, bax o mahnının sözlərində tutdum ki, hiss olundu ki, nərdə oynayansınız, hə? Yaxşı nərdə oynayırsınız. Xəbərim var ha söhbətlər. Yaxşı nərdə oynaya bilmirəm, ancaq uduram yaxşı. Yaxşı dursan. Görün nə qədər sadə adamdır. Bu adam Four Seasons otelə qoltuğuna nərdi vurub içəri girən adamdır. Yəni mən bu söhbəti bilirəm ha. Xəbəriniz var da. Bax deyir hardan bilirsən? Hardan bilirsiniz? Görürsünüz hardan bilirsən? Sizcə bunu mənə kim deyir? Bax deyir. Deyim partladaq. Kim deyib bunu mənə? Dayım deyər sizə. Dayız orada. Sonra kim olub orada? Röya. Sonra kim olub? Bax mən at çəkməyi xoşlamıram. Rəhim Rəhimli. Rəhim Rəhimli. Hə söv Rəhim Rəhimli. Rəhim Rəhimli oradaydı. Dayım oradaydı. Aha. Dayım üçün nərd hədiyyə gətirmişdim. Aha. Dayım da baxdı nərdə çox bəyəndi. Dedi ki, qoy qalsın burada. Moskvada mənim nərdim var. Aha. Dedi bura gələndə mən nərd oynayanda burada oynayaram. Hə, Aparım amma burada. Rəhim mənə başqa söz deyir. Nə Deyir dedi? çıxartdılar bizim hamımızı şeydən oteldən söylə ki, bura nərdə oynamaq yeri deyir Yo mənə. yo yo elə söhbət bəlkə də olub xəbərim olmayıb. Elza xanım, mən də bu yavaş-yavaş başlamışam bəstələr eləməyə də. Aha. Bu sizdən ruhlanıram ha. Hə, mənim orada sintetizatorum var. Onu gətirin bir dənə mahnı yazmışam, onu bir ifa eləyim.
Elza xanım, mən bir şeyi həyatda başa düşdüm ki, adam gərək başı girməyən yerə burnunu soxmasın. İndi gör qaqan nə qaracaq. Yəni gör. Hav, hav, hav. Miyav, miyav, miyav. Fıs, fıs, dumbur, bumbur. Qulu, qulu, qulu. Hav, hav, hav. Fıs, fıs, fıs. Miyav, miyav, fıs, fıs. Miyav, miyav. Qulu, qulu, qulu. Nətər Elza xanım? Maşallah çalışırsan, öyrənərsən inşallah. Yox, heç sintizator deyirəm. Nətər təzə almışam. Şimsaturu. Fəlakətin elə ifası da fəlakətdir də. Desk improvda nə gələ bilər? Bax, bu saat nəyə ifa edə bilərsən? Baxım görüm. Qurban olum, sizə qurban olaram. yaxşı, Sizə Allah bura eləmə. patlatdıq, hə? Necə kövrəlmişəm mən Bəh, 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 bəh. sənsiz bu axşam. Yadıma düşmüsən sən, ay fəlakət, yenə bu gecə. Sağ qurban olaram, sağ qurban olaram. Sənsiz bilməmişəm. Gəl sən də oxu mənimlə buradan. Bura gəl. Sənsiz bilməmişəm. Baharı qışı yağıb talimə qəm yağışı. Sevincə qarışar gözümü yaşı. Həsrətin ocağı sönər bu gecə. Alqışlayaq, alqışlayaq, bravo. Sənət budur, gördük 5 dəqiqəyə canlı oxudu partlat. Bax, sənə söz atıram. At çəkənmərə mənə tapşırıqlar at çəkin. Elza xanım, halal deyib partlatdıq, sizə qurban olaram. Mən bilirsiniz də, mən sosial manyakam da. Bütün sosialda nə baş verir, kim kimə söz atır, kim kimə badalaq vurur, hamısını izləyirəm də. Fəlakətdən niday, bok nəsə qaça. Sosialda bəzi adamlar var, girir kiməsə komment yazır, pis-pis kommentlər yazır. Beynim çönür də, sonra deyirlər ki, fəlakətin beyni xarabdır. Onlar da fəlakətin beyni xarab da. Bax, ona görə bir sual doğur məndə ki, sizcə Elza xanım Seyidcahanova təhqirlə tənqidin fərqi nədədir? Tənqid savadlı insanlara aiddir. Təhqir isə savadsız insanlara aiddir. Hə, başa düşdüm. Amma mən fikirləşirəm ki, təhqirlə tənqidin fərqi ondadır ki, təhqir təhlə qutarır, tənqid tənlə qutarır da, başa düşdünüz? Elə bir tənqid eləyən adam özünə tən axtarır, tən olmasa gen gərək, başa düşdünüz bu sözdə. Təhqir eləyən adamda elə bir təhliyir də səni də. İndi buradan bir sual doğur ki, Elza Seyidcahan təhliflər, olur da məni təhliflər, nə deyim, yalan deyim. Məni heç bir zaman təkliyə bilmədilər, şükürlər olsun, bilməyiblər. İnşallah ki, bilməzlər. Mən onları öz sənətimlə palçıq edib sıvıyır divarlara. Hə, gözəl cavab. Ver alqışlar musiqini ver. Zəhmət olmasa məni bizondan süzə bilərsən, fəlakət. Can sizə qurban olaram. Süsərəm nədir? Qurbandır sizə. Hə, gedəndə bir kletka Elza xanıma bizon maşına. Sərindir. Sərindir, qurban olaram. Çox sağ ol. Bilirsiniz də, bu mən askı taxıram verilişdə. Askını ona görə taxıram ki, dünyaya geniş baxım. Sonra taxandan sonra görürəm ki, bu dünya mənə dar gəlir də, başa düşdün? İndi həyatda siz Elza xanım nəyi başa düşmürsünüz? Elə bir şey yoxdur ki, mən onu başa düşməyim. Mən bir şeyi başa düşməyəndə özümə şübhəli baxıram ki, demək mən artıq tükənmişəm. Demək mən ağılsızam, mən dar düşüncəliyəm. Ola bilər də nəyisə başa düşməyəsən. Yox. Nə? Bax, məsəl üçün mən deyim özümdən misal Başa çəkim. düşməlisən hər şeyi. Termos var ha. Hə. Mən bunu başa düşmürəm. Soruş niyə? Niyə? Bax bu hardan bilir ki, bunun içinə soyuq su tökəndə soyuq saxlamalıdır. Hə. İsti su tökəndə isti saxlamaq lazımdır. Ağıllıdır məndən, yoxsa nədir? Düzdür, mənə isti soyuğu yoxdur, amma maraqlıdır da. Hardan bilir? Bunu da ağıllı adam ixtira edib də. Yoxdur, termos hardan bilir? Bunun ağlı var. Bu termosu o icad elədi. Ağıllı adamlar. Rəza xanım, mənim gözüm yaxını zəif görür, mənimki uzaqlardır da, qurban olum. Uzaq görən insan olmaq yaxşıdır. Hə, bir dənə bunu saxlayardınız da, qurban olum. saxlayaram, hə. Hə, saxlayın Nə bunu. tikəcəksən ki? Saxlayın, mən sizə sualımı verəcəm. Amma maraqlıdır ki, bu iynə sapla show biznesdə kimin ağzını tikərdiniz? Mənə söz atırdılar çoxlu. Gördüm jurnalistlər mənə zəng vurdular ki, Elza xanım, bu adamlar sizə qarşı belə narahatdırlar da. Bunlara nə demək istəyirsiniz? Mən də dedim ki, vallahi nə deyim? Şeir gəldi mənə ki, tikim sizin ağzınızı qırxayaq kimi, qartım sıxım sapınızı barama kimi. Geyim cırım corabımı çatana kimi. Cırın cırın. Siz də geyin cırın, qaçın xəyallara çatana kimi. Tikim sizin ağzınızı yatana kimi, boğana kimi, atana kimi. Lişni. Başa Hə, taxdım. Hə, sağ qurban olaram, sağ ol, ver. Elə o mənə lazım idi. Onu çək yaxından çək. Çox sağ ol, sağ qurban. İynəsən bu, iynəsini də ver, əlimə batar. İşte projektor orada gözümə görmürəm. Bunu açığı bilsiz nəyə götürdüm? Mən bu baş barmağımla yola getmirəm. Corabla da yola getmir, həmişə cırılır da, başa düşdün. O qalan 4 barmaq var ha, quzu balasıdır. Bir dənə bu barmaqla yola getmirəm də, mən cırılır o saat. Genəlir mənim kimi, cırılır da o saat. İndi mənə maraqlıdır Elza xanım. Siz kimlə yola gedirsiniz, kimlə yola getmirsiniz? Mənə maraqlıdır da. Sual da verin. Mən yola gedirəm, onlar məndən yola getmirlər. Kimdir də bu at çəkin, Elza xanım, at çəkin. Kimin adını çəkim? Sən deyəndə mən də deyim ki, yola gedirəm, gedmirəm. Yadımdan çıxıb valla burada elə gözəl ab-hava var ki, musiqiçilər belə gözəl məni qəşəng meyvə ilə qarşıladın.
Hamı ilə yola gedirsiniz də Nərd sizə. məsələsi. Hətta yola nədir? Mən hamı ilə dağa da çıxıram, enirəm, enişə də. Yolda da gedirəm, maşında da gedirəm, velosipeddə də gedirəm. Axır Nə ki, bilim mən gedirəm də. Nəyə görə deyirəm? Hə. Bax mən nə edirəm də açıq Hə. deyim. Mən bir adamla yola çıxıram. Hə. Gördüm adamlığı yoxdur, elə yarı yolda buraxıb gedirəm. Bax mən belə adamam. Doğrudan deyirəm. Hə, bir də görsən sonra Hə. eşidirəm deyirlər ki, hə, fəlakət bizi yarı yolda qoyub da. Başa düşmür ki, bu adamın adamlığı yox. Qoy mən onda sənə bir dənə Aha. yollara aid bir şeir yazmışam. Yollar bizi aparır. Uzun yollara dartır. Eşqli həyat yollardır. Biz yollara salırıq gözəl xəyal baxışları. Keçmiş bizi itələyir, yada salır naxışları. Hə. Heç nə başa düşmürəm. Hə, qəşəng bu Şamaxınka yoluna oxşuyur deyəsən. Yox, tutdum. Həyat yollardadır, bəli, bəli. Hə, başa düşdüm Elza xanım. Qəşəng də, əlaydı. Biz mənə maraqlıdır Hə. Elza xanım. Əslində mən bunu sizdən götürmüşəm. Aha. Prosta cavabını bilmirəm, dedim Elza xanımın özündən soruşum. Arada başınıza meyvə çələngi zad qoyursa, o nə üçündür? Atışdırmaq üçündür, yoxsa nə üçündür? Dizayndır, ancaq. Özüm sayağa cavab verim, sonra fəlakət. Böyük sayağa cavab verin, sonra Təl- şahsıqoy cavab verərsiniz. Buyurun. Abbas Səhhətin gözəl təmsilləri var, meyvələrin söhbəti. Meyvələr də söhbət edirlər. Hə, Mən meyvələrin dilini bildiyim üçün, heyvanların dilini bildiyim üçün. Meyvələrin dilini doğrudan bilirsiniz siz. Bəs nə? Yaxşı, alma ilə gilas tutuşar. Almayla Hə, gilas. tutuşar, tutuşmaz. Onu bilsən necə tutuşturmaq? Dalqabaq geçsələr tutuşarlar. Bəs alça ilə albuxarı. Albuxarı da necə deyərlər? Albuxarı ilə alça. Albuxarı ilə alça. Hə. Alçanı qurdursan olur albuxarı. Mən sizdən o qədər bəhrələnmişəm Aha. ki, o qədər bəhrələnmişəm ki, görün nə qalmışam. İstəsən mən sənə bir dənə şeir oxuyum, sən Yox, mənə bir dəqiqə də tutabilirsən. qurban olum. Yox. Mən qoymuşam axı mən danışım. Yaxşı Qoy mən də danış, danışım da, yaxşı qurban danış. olum da. Hə, kreativliyə bax. Mən də yola çıxanda bunu taxıram başıma. Bir də görsən ki, o yolda isti oldu. Ay, isti götürürəm buradan bunu belə. Sən Allah. Atıram. Bilsən nə tər kreativ adamam. O götürürəm belə içirəm. Bax yoldaşlığım var. Bir də görürəm ki, belli susamısınız deyirəm. Götürürəm bunu belirəm ki, davaya qurban olun, qonaq olun. Görürsün mən kreativəm, sizdən götürmüşəm. Halallığın verirsiniz, qurban olun. Bəli, halal. Mən çox insanlara halallıq vermişəm. Mənim poeziyamdan, mənim musiqimdən, mənim geyimimdən, tərzimdən istifadə edirlər. Halal xoşları olsun. Çörək verən adamsınız. Bəli, bəli. Və kiməsə çörək verib halallığın verməmisiniz, olub elə bir şey. Estağfurullah, heç bir zaman o sözü demərəm. Kim ki kiminsə əziyyətini itirirsə, Yo, naşükürlər var da, naşükürlər də var, nadürüstlər də var, Aha. dürüstlər də var. Mənim özüm çörək yeyən adam deyiləm. Gedirəm bir də görsən çörək alıram, qayıdıram verirəm çörəkçiyə, birində üstəlik də. Ondan sonra az qallam, yavaş-yavaş çörəyi tərk edirəm də, başa düşdün nə? Danışdıra, barışdıra. Maşallah sən də müdrikləşirsən. Mənə nə məsləhət görürsüz vəbşi? Bax sən çox yaxşı oğlansan. Sağ ol, Doğrudan qurban. səni çox sevirik biz. Bu məsləhətli don geni olur, o da sədərəkdə olur. Onun yolları Çox geni sağ ol, olur. çox sağ ol. Başa düşdüm, sizi başa düşdüm. Sən mənə başa düşərsən ki, başıma otur. oturmuşdular, görürsən, onlar başımdan düşürtmüşəm, indi başımda kukla otuzdurmuşam. Hə, yaxşıdır. Sən də ağıllı ol, səni də başımda otuzduracağam. Doğrudan deyirsən. Ay yox, ay qurban olum, elə şey eləmərəm. Alqışlayaq, musiqini verər. Elza xanım, Hay. sizə qurban olaram. Mən bilirəm ki, siz poetik xanımsınız da. Xəbərim var bu şeylərdə. Sağ olun. Sonra da oturdum fikirləşdim ki, pay atı ona, mən də poetik oğlanam. Nətər təsadüf tutuşuram. Niyə mən çörəyimə bahis olsun? Görürsün, mən deyirəm də, mahnı oxuyursunuz da, bəstəliyiz. Qoyun bunu da mən deyim də. İndi istəyirəm sizə bir şeir deyim. Sonra sizdə bir dənə şeir deyəsiniz. O tamaşaçıların gözü tərəzidir də. Onlar qiymət versin, görsün bizim şeirimiz nətər. Yaxşı, de. Razısınız? Yağış yağır, şır, şır. Başıma düşür tap, tap. Göz yaşarır bıcık, bıcık. Gördün sevgilin səni qısqanır, qır, qır, dama qır. Quşlar edir pır, pır. Pav eləyir bır, bır. Kamazdısa tır, tır. Durub yatır, çıxır, batır. Fəlakət efirdə elə bir zarafat eləyib ki, tamaşaçılar televizorun qabağında hırr. Mən də bundan Türkiyə gedib dalayacam bir dənə də zarafat lalang, dang. Buradan bu şeirim sevgililərinə xəyanət eləyən sevgililərə gəlsin. Dang, lalang, cucu. Göy gözü göylerden güzel, gözellerden güzel güzel. Özü payız derdi xəzəl, bəxtiyle küsülür qadın.
Nətərdir qurban olum. Əziyyət Bax, çəkmisən. Bu şeirə qiymət verin, nətərdir. Əziyyət çəkmirsən, istəmirsən bəhrələnəsən, Aha. özünə məxsus bəhrələnmirsən. Dalqabaq, fəlakət. Tez gəl, gedək dalqabaq. Sevsən məni sağ basaq. Ək yetişsin tağ bataq, gəlsin bizə balqabaq. Mən daldayam, yol qabaq. Yox. Yox. Sən yatanda mən oyaq. Olma belə qara qabaq. Onsuz ömür yarı çılpaq. Gedək yenə dalqabaq. Həyat olsun cağ-bacaq. Bal qabaq, dal yasaq. Gah dalda, gah qabaqda. Qabaqlar qoyardılar. Yar gözün intizarda. Bilməmək qurban olum. Ezə xan, bu ekologiyanın təmizlənməsi haqqında şeir idi. Demək istədin ki, xəyanət etməsinlər. Yəni yarın gözünü intizarda qoymasınlar. Yox, yox, mən onu demək istəmirəm. Hə, O şeirdə, ekologiya. mənim şeirimdə bir dənə mənə çatan söz var, o da pırr var idi. Bir dənə o çatır mən. O bu sözlər mən başa Məndə düşmürəm. pır uşlar. Mən özüm başa düşmürəm, başa düşürsünüz. Mən yazıram, özüm başa düşmürəm. Show biznesdə bəzi insanlar var idi ki, onları başımıza otuzdurmuşdu. Ad denəndə qurban olma, ad denən Ezə xanım, partladaq. Aynen, Ezə xanım, bəli. sizə bir sual verim. Siz özünüzdə nəyi başa düşmürsünüz? Olur da insan, mən məsələn çox şey var ki, başa düşmürəm. İndi hər şeyi burada deyəmirəm də. Ki, insan nə qədər başa düşürsə, onun beyni, başı işləyir. Başa düşmədiyinizi elə bir başa düşməyə çalışırsınız. Başa düşməyəndə insanın beyni kütləşir, bağlanır. Sanki bir fəlakət olur. Yox, başa düşdüm. İndi mənə maraqlıdır ki, bu Newton da o vaxtı alma düşdü başına, Bəli. başa düşdü ki, yerin cazibə qüvvəsi var. Bəli. Amma başa düşmədi ki, yaxşı oğlan hər ağacın altında oturmaz. Onda onun başına alma da düşər, armud da düşər, əzgil də düşər, feyxua da düşər. Başa düşdünüz? O onu başa düşmür. İndi bu ağacdan ağaca da fərq var da, düşər düşməzi var da. O deyirlər, ma bu düşmür, ma bu düşür. Sizə nə düşür, nə düşmür Ezə xanım? Məsələn, adam var ki, deyir mənim qarşımdan pişik keçməsin mənə düşmür və yaxud da ki, qarşıma bir qonşu çıxmasın mənə düşmür. Yox, sizə nə düşmür? Mən onu bilim. Mənə qabaqdan demək düşür. Qabaqdan demək düşmür. Hə, məsəl üçün ki, əvvəlcədən nəsə olacaq ha. Onu mən əvvəlcədən əgər desəm ki, ya filan bir şey mən edəcəm, o mənə düşmür. Ona görə də mən demirəm. Ürəyimdə saxlayıram. O həyata keçəndə onu mən artıq deyirəm ki, bəzən mənə deyirlər ki, "A, sən niyə bizə bunu deməmişdin?" Dedim, demədim ki, deyəndə olmur. Dedim, qoy olsun, sürpriz olsun. Bax bu mənə belə bir şey. Hə, başa düşdüm Ezə xanım, başa düşdüm. Əvvəlcədən demək düşmür, əvvəlcədən. Hə, başa düşdüm. Ezə xanım, mən sizi bu verilişə çağırmaq istəyəndə sizə zəng elədim, düşənmədim. Sonra düşdüm mağazadan telefonuma kontur vurdum, yenə zəng elədim, düşənmədim. Fikirləşdim ki, bəlkə mən Ezə xanımın telefonuna düşmürəm də, başa düşdüm. Adım düşmür də bunun telefonuna. Reski beynim söndü, nə yaxşı bizon verdi. İçdim, biraz fısım yatdı. Sağ olun, sonra mənə zəng vurdunuz ki, narahat olmayın, narahat olma, gəlirəm. Ezə xanım dünyaya bir də gəlsəydi, nədən narahat olardı? Mən hər şeydən narahat olardım, hər şeydən. Bəxtəvər o adamdır ki, o narahat. Bəxtəvər yox, bədbəxt o adamdır deyər. Bir tərəfdən deyirlər, ağıllı olunca, ağıllı olub cəmaatın Dəli olub, kimisə gəli olub. dərdini çəkməkdən dəli olum, qoy mənim dərdimi çəksinlər. Mənim də. dərdimsə, hə. Bəs Ezə xanım, həyat necə adamları sıxır? Belə deyək də, yenilikçi deyərdim, uzaq görən adamları, bir sözlə dahi adamları həyat sıxır, bəşəriyyət açır qucağına. başa Deyir, gəl mənim ağuşuma. Ezə xanım, açığı mənim bir adama borcum var idi, məni yaman sıxırdı. Mən də onun acığına getdim, mənə borcu olan adamı başladım sıxmağa. O da getdi ona borcu olan adamı sıxmağa. Bax indi bunu danışıram ha. Əməlli ürəyim sıxılır da. Sağ olun. Sizə sual vermək istəyirəm ki, siz başı borc almağı xoşlayırsınız yoxsa borc verməyi? Əslində borc vermirəm, verəndə almıram. Borc verəndə almırsınız? Bəli. Çünki mənim bir yaxın rəfiqəm var, Denən adını denəməyin, onlara. Gülnarə xanım. Gülnarə xanım. Hə, o bax həmişə borc verdi, heç vaxt geri almır. Almır? Hə, yox. Bəlkə deyəmmir, buradan baxacaq deyəcək, bu nə vaxt qaytarır? Borc verəndə almır. Deyir ki, bu pulu verdinsə, elə bir ki, sənin deyil. Hə, başa eşidirsiniz Elza xanım. O Bəli. Gülnarə xanımın nömrəsini verərsiniz. Mənə biraz borc lazımdır, qurban olum. Hamı kimi 3 günə qaytaracağam. Qurban olum, onun nömrəsini verərsiniz mənə. Yaxşı, verərəm. Biraz borclar lazımdır. Elza xanım Seyidcahanova, gündəmdə qalmaq üçün nə edirsiniz ümumiyyətcə? Mən gündəmdə qalmaq üçün özüməm də insan özü olursa əgər, gündəmdə qalmağı belə düşünmürəm ki, hə mən gündəmdə qalmalıyam. Sadəcə qalırsınız axı, gündəmdəsiz. Mənə maraqlıdır ki, siz bunları gedib evdə oturub fikirləşirsiniz, gecə bura belə geyinəcəm, bax bunu belə eləyəcəm, bunu belə eləyəcəm. Məndə də var ha elə şey. mən artıq gündəmdən keçmişəm və mən artıq əsrdəməm. Əsrdəməm. Bax yenilikdir. Görürsüz, əsrdəməm. Elza Seyidcahanova yaz ora. Əsrdəməm, əsrdəməm. Belə söz Gündəm yox bizə da. üçün, gündəm bizə üçün artıq çox kiçik bir sözdür, gündəm. Olsun aydəm, ildəm, əsrdəm. Yenilikdir. Amma Hə. mənim üçün Elza xanım fərqi yoxdur. Mənə nə deyirlər desinlər, əsas gündəmdə qalın. Gözdən düşürməyib yox, reytingdən düşürməyib. Bax mən belə adamam da. Musiqini ver alqışlar, musiqini ver. Allah sənin, heyvana sənin, nar mənim, balam, nar mənim. Allah sənin, heyvana sənin, nar mənim, balam, nar mənim. Bilirəm, gəlməlisən, gəlməli. Bilirəm, gəlməlisən, gəlməli. Ayda bir yol, həftədə bir yol gəlməlisən, gəlməli. Ayda bir yol, həftədə bir yol gəlməlisən, gəlməli.
Ana patlat. Maşallah, fəlakət necə oxuyursan? Bax, gözəl? indidən bax, buradan cəmaata deyirəm ha. Sabah görsəniz ki, mən klip çıxardıram, mahnı oxuyuram. Bax, məndə günah yox. Bax, mən belə şeylərdə özümə inanıram da, başlayıram oxumağa da. Eza xanım, sən qurban olaram. Belki patlatdıq, sözüm onda deyir. İnanmaq yaxşı Bir dənə- şeydir, gözəl bir şeydir. Gözəl İnsan bir- özünə inansa, dağı dağ üstünə qoyar. Gözəl insansınız, maşallah, gözəl Çox sağ ol. insan. Eza xanım, bir dənə şəxsi sual vermək istəyirəm. De. Bu özümə maraqlı deyil, qurban olum. Tək qalanda nə var? Buyuram, tək şeydir. Hə, mahnı Tək oxuyursun. verdi, sənə Mahnı verdi. bu boyda oxuyursun. Onu Tək verdi, qalanda sənə nə? verdi, ona verdi. Tək qal onunla, tək qalmazsan onunla. Təkdə sığar iki bədən. Mən bu cahana sığma. Təkdən təkin asılanı, sarılanı. Mən nəyə görə deyirdim? Bu təkliyi soruşuram, qurban olum. Mən tək qalanda özümü çox nito hiss eləyirəm də. Niday bu, fəlakət tək qala. Dəli oluram, başım xarab olur. Doğrudan. Evdə o başa gedirəm, bu başa gedirəm. Keçən dəfə belə oldu. Gördüm ha, ürəyim partlayır. Geyindim əynimi, çıxdım bu camaatın tünlüyü olan yeri var ha. Getdim camaatın içində ajığa, o başa gəzdim, bu başa gəzdim. Polis yaxınlaşmağa dedi ki, hə, bura gəl, nə qayırsan burada? Dedim, hə, rəy, qurban olum sən. Sən nə yalan deyim. Evdə ürəyim sıxılırdı. Gəldim burada boş-boş gəzirəm. Həmən nə bilim boş-boş gəzmə iştirafım. Məni orada elə iştiraf elədi. Odur budur, hadı budur. Mən indiyənə kimi boş-boş gəzmirəm. Fəlakət iş başındadır. Fəlakət işləri, başa düşdünüz? Mən sizi çox istəyirəm. Də əvvəldə demişdim. Sizə bir dənə hədiyyəm var. İdə parfümdən də. Bir dənə qəşəng duxuları var, bahalı-bahalı. Gətir görüm onu, gətir qurban olum, gətir. Mən İdə parfümü çox sevirəm. Hə, o da sizi sevir, mənə dedi. Sağ ol, təşəkkürümü bildirirəm. Sağ ol, görüm hansından bahalıdan. Bundan mənə də verin də qurban olum, nə olar ki, mənə də verin. Eldə xanım, Çox sağ ol, çox sağ olun, sağ ol. sizə qurban olaram. Çox sağ olun, gəlmisiniz. Mənə hədiyyə vermisiniz siz. Mən də sənə istəyirəm ki, öz kitabımı hədiyyə edim, fəlakət. Aha, Elə orada tək şeirini oxuyarsan. Nə şeiri? Tək şeirini. Gətir görüm, o kitabı Tək gətir. gəzməyə çıxanda o şeiri oxu, səni saxlamayacaqlar. Heç olmasa o tək şeiri oxuyanda adam cütləşə bilir. Bəli, orada elə oxuyacaqsan, cütləşəcəksən. Hə, çox Bəli, başa o şeiri düşdüm. oxu, cütləşəcəksən. Orada mənim şeirim var, gecənin qaranlığında. Sonra qadın nə istəyir, qadın bir şey istəyir. Hə, sağ ol, kitaba bax, sağ qurban olaram Elza xanım. Mən dəlinin rəssamıyam. Oradan bir dənə ruska verin, burada imza elətdireyim Elza xanıma. Sən o kitabı oxu, maşallah, maşallah ki, özündə inkişafı görəcəksən. Burada ancaq şəkillərdə qurban olum. Yox, Şeir ara yazın. hər şeirin öz illüziya əsəri var. Şəkilə baxıb şeir yazın. Şeirimə baxıb şəkil yazım. Dünya şöhrətli rəssamımız. Hə, yox, mən tərs tutmuşam kitabı, deyən görüm. Hə, beləymiş, mən deyirəm, düz gəlmir. Oradan bir dənə şeiri aç, sən oxu görüm necə oxuyacaqsan. O saat yalancısan şeiri çıxdı qabağıma. Nətər oxuyum mən ya. Yalancısan, vişni yalancısan, oğrucusan, oğrucu. Mən oğurladım, nə olar? Qaçacağam lap bu şeydir, dodaq dəyməz deyirsən, qurban olum. Bu şey deyil mən. Hə, nə oldu Ruşka? Ay, yer Ruşkanı gətir, nə girsən ağzıma? Yer arxaya. Ruşkanı gətir, görmə gətir. Maşallah, Ay, maşallah. sağ ol. Görsün də Maşallah, komandam var. maşallah, Bura sənin gəl, bura burada- gəl. Şirindir, yer. Bunları özüm əzizləyirəm, maşallah, bəstələyirəm. çox gözəl ki, komandam var, Çox fəlakət. gözəl. Hamısını pulun qabaqcadan vermişəm. Nətər olmalıdır? Bura qurban olum, bir dənə avtoqraf çəkin. Gəçək. Sonra kimə sübut eləyəcəm bunu? Fəlakət, gözəllik. Bu nömrəmi də yazın dur. Hə, kitab mənim də başa düşdüm. Ay, bu qurban olum, qorxma. Sağ qurban olum, çox sağ ol. Sağ qurban olaram. Öp məni, öpüm səni. Sev məni, sevim səni. Ancaq səni. Yox, verişdən sonra da qurban bunu verişdirmək olmaz. Sən onu öpdün, niyə öpdün? Mən icazə aldın onu öpdün. Şeytan Allah'tı qurban. Olmaz olsun. öpmək. Mən doğrudan uşaqlıqdan sizin mahnılara qulaq asıram da çox gözəl mahnınız var. 3-4-ünü oxudunuz burada. Sən neçə yaşın var ki, sən mənim babam yaşındasan. Yox, elə də qoca. Mənim ruhum cavandır, qurban olum. Mənim içim cavandır. Başa düşdünüz? Mən bəzi şeyləri 25 yaşından sonra başa düşdüm. Elza xanım, bayaq o mahnı vardı oxudunuz ha. Necə kövrəlmişəm və doğrudan mən kövrəldim. Bir də sizin bir mahnınız var. Sənsiz. Aha. Sənsiz. İndiyənə ki o mahnını başa düşmürəm də mən. Deyirəm bəlkə bir dənə oxuyasınız, indi bəlkə başa düşdüm o. Burada can veren balık ümmansız, kanatları sınık kuş asimansız. Burada can veren balık ümmansız, kanatları sınık kuş asimansız. Çöl biyabanda bülbül çemensiz, çöl biyabanda bülbül çemensiz. Bunlar bir anlık tesevvür etsen, o zaman bilersen ben kimim sensiz. Bunlar bir anlık tesevvür etsen, o zaman bilersen ben kimim sensiz. Sensiz.
göz nursuz diyasız, divane şuursuz əqli zəkasız. Dəryada manda qayıq yelkənsiz, və yaxud ruh olan tənsiz bədənsiz. Bunları bir anlıq təsəvvür etsən, o zaman bilərsən mən kiməm sənsiz. Bunları bir anlıq təsəvvür etsən, o zaman bilərsən mən kiməm sənsiz. Sənsiz, 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 sənsiz. Tufan qopuracamsa buraları bir sula yine da su çelə buralara. Toz torpaq oldu bütün üstüm. Ayaqqabılarıma bax nə günə qaldı. Hə, buranı deyirsən suluyum. Ezə xanım, mən kreativ adamam. Mən sözümlə suluyuram cəmaat. Başa düşdün? Ezə xanım, deyirəm, gəlin gedəyim bir oyun oynayağın, eynimiz açılsın, hə? Hə, yaxşı, oynayaq da oynayaq. Amma buraları sula sən al. Hə, yaxşı. Getdik oyun oynamağa. Elza xanım, ola bilsin ki, mən bayaqdan sizi deyirəm də çox istəyirəm. Orada xoşlanışırdım, amma mən bu oyunda zuloyam. Bax biləsiniz, burada heç nəyi keçmirəm. Görürsünüz, burada xardal var, şokolad var, limon var, acı biber var, bizon da var, idə də var. İndi onlar yəqin mənə çıxır. Acı biber kimi zuloysan, hə? Hə, çox zuloyam. İndi birinci mən fırladıram, centilmenlik də, başa düşdünüz. Nə düşdə eləyirəm, siz də baxınma, nə düşdə eləyin. Başa düşdünüz? Yaxşı. Getdik. Görək də, qismət. Neçə verilişdi mənim bəxtim gətirmir artıq. Amma bu gün inanmam ki, mənə yaxşılar düşəcək. Bura baxırıq. Ayıqdır o. Gəl. Yaxşıdır, tamat keçdi, duruyaq keçdi, ötür, paxlava, yaxşı. Instagram, xardal keç, qurban olsun. Hə, düz. Elə söhbət var, hə, düz. Duruyaq, düz. Gətir görün, ver, düz. Sağı sola bax, düz gəl. Ayıqdır o, gəl. Ver görüm, hə, bu qismətə bax, bir dəqiqə. Çək, duruyaq idi o. Hə. Öpürəm. Gəlləm Elza xanım, gəlləm. 5 dəqiqəyə gəlləm. Gözəl insansın, maşallah. Baxıram. Çox sağ ol, çox. Gözəl insansın. Hər zaman Amma- gözəl günlər bizə gəlir. Amma bu oyunun gözəl insanlığa heç bir adiyyəti yoxdur. İndi baxarsınız. Hə, tamatda dayanaq, duru yağda dayanaq. Duru yağda Gördünüz deyirəm, gətir görüm duru yağı. Ay, yox, mən onu içə bilmərəm. Yox ya Elza xanım, bu benzin qaydasıdır. Bu səhərdən deyirəm, Duru yağı gətiyorum. içəcəyəm mən. Gətir. Özüm qulluq eləyəcəm, özdə narahat olmayın. Bura gətir, çək qurban olum, çək. Buna Onda baxın. azca fəlakət. Bəs. Yox, mən sizi çox istəyirəm. Sonra deyərsiniz ki, kim istəyir eləyir də bu. Qurban olaram sizə. Çək, gəl damcı. Elza xanım, xoş gəlmisiniz. Sağ ol. Əvvəla çox sağ olun ki, Sən mən istəyirsən? verişim. Yox, mən sağlığı deyirəm, siz burası. Can sağlığı, uzun ömür arzulayıram. Buyur, iş getsin. İşlərimiz yağ kimi getsin. Yağ kimi getsin, iş getsin. Nuş. Çək, qurban olum, çək. Yox, içə bilmərəm bunu. Yox, elə hörmətli eləyirik, axıra kimi eləyirik, iş getdik. Dadlıdır, hə. Yumurta da verim, qayğanaq Hə, eləyin get orada. yumurta gətir, onu da içim. Əla. Sən keçən verilişdən qaşınırsan, ora bax, çəkirlərsən. Rejissora demisən ki, mənim sifətim düşmür efirə. Aç ağzı, bunu iç axıra kimi. Ay, sol, bu sifətin. Bu işləri kim yığıb mənim Hadi verişimə? işdə kim Yer, yığıb? alımında yeri get. İşçiləri belə yoxlayıram da, bax bu uca gələn veriş olmayacaq. Başa düşdün, bunu uca çıxartdıq işdən, hə. Görsən mən kimlərlə işləyirəm, mənim pulum belə şeylərdədir də hamısı. Halal olsun. Ona görə işlərin yağ kimi gedir də. Gözəl insan. Bəli. Amma oyun heç bir adiyyəti yoxdur. Gözəl deyiləm, mən özəl insanam, özəl. Gözəl yenə də. Bəli, Oynayan bir də patım, ötür. Bu bilsiz də nədir ötür. İndi mən fırladacağım, mənə nə düşsə siz eləyəsiniz. Doğrudan. Darıxma, bu gün başqa cür olmalıdır, bu gün qismətdir. Bu gün mən yeyib-çip gedəcəm evə, söz vermişəm deyəm. Yağdan sonra nə tərsiz xanım? Yağ. Yağmaşı olmamısınız belə, yağmaşı olmayın. Yox, yağ kimi maşallah. İşlərim yağ kimi gedəcək. O limon gedər dur yağ üstündən. Limon gedər, gətir də, gətir. Qurban olun, limonu gətir. Əla. Belə
Mən limon sevirəm. Gətir, ver sağa, getdim. Ay, baxıram ay Elza xanım. İndi olar ki, mən limonu suyunu içim. Yox, onu təmiz götürüb mən yemirləri yox. eləməlisən, o sifəti mən görməliyəm. Artıq ağzım sulandı. Hə, qurban ol, baxım, getdik. Ay, so. Yox, onun hamısını hamısını eləmək yeməlim, lazım. baxın. Çıxarlıq eləməyin də, qurban ol. Baxın, mənim ağzıma pomada var, fəlakət. Yox, belə eləyin, suyu geçsin də, onu düşməlidir. Oy, Sonra qonaqlarım deyəcək, ayrı seçkili eləyirsən. oy. Çək o sifəti çək. Oy. Çək. Nuş, çörək verəm, qurban ol. Yox, sağ ol. Əla. Elə bir tantuni yersin. Gəl götür. Çox qurbandı. Həyəcanlanmaq da. Aha, gəlir. Azı bər, dayan. Bax, bu günü gözləyirdim Elza xanım. Mən gördüm, mən yağ səndəsi gülürdü. Gətir, azı bəri gətir. Axıra kimi yeyəsiniz, mənə dəxli yox. Rolu fırlat axıra, rol fırlat. Ay Allah. Nuş. Ne yiyeceğim? Özü yeşə. Nuş. Ay Allah. Yox, təmiz yeməlisən sağ ol. Bunda bir balacasını götürün. Ne oldu, heç nə dəyişiklik olmadı. Kuklağın da sifətini çək. Kuklağın sifətinə bax, su Ne oylaşdı. su verin de bir damcı boğazım yandı. İyidə parfümət. Elə yaxşıdır. Bahalısından istəyirəm abi. Mən indən buradan deyirəm. Xəmsə ondan istəyirəm. Gətir görüm. Gətir, ver. Saxla. Bir dənə baxım görüm bahaldandır. Hə, yox, bahaldan. Aha, limon. Bizon kes. Hə, bizon düşdü. Sen Qismətə bizon bax. istirdin. Ne yaxşı. Fəlakət Görsən, bizon. bir kletka bizon gətirin. Ay, ne güzel. Gətirin. Hə, bizona bax, hə, o Elza xanımındır bizonlar. Elza xanım nuş olsun. Bunlar sizin də hamısı. Bizonlar. Bax, buyurun. Sağ olun, çok sağ olun. Obusunu da qoyun Elza xanımın maşınına. Sağ olun, çok sağ olun. Eşlisə aparın qoyun Elza xanımı. Yığacam. Get. Darıxma, gəlin. Ama gör, fəlakətin böyüklüyünə bax. Fəlakətin səmliyinə, saflığına bax. Sizə xardal düşür, amma mən sizə jest eləyirəm. İndi fəlakət elə bir diviziyoniya, elə bir hərəkət eləyəcək ki, siz heç vaxt yaddan çıxarda bilməzsiniz. Elza xanım, istədim verişimizin axırı biraz kreativ qutarsın. Bax indi, mənə nə arzularınız var, özünüzə nə arzularınız var, cəmaata nə arzularınız var. Deyin bu göyərçin quşu uçurda qıtaraq verin. Ben de arzu edirəm ki, hər zaman ölkəmizdə, dünyamızda hər bir zaman sülh olsun, əmin-amanlıq olsun. Amin. Mehribançılıq olsun. İnşallah, amin. Yox, ondan deyil bu. Qorxma. Hə, əla. İndi arzu tutaq, Elza xanım, ikimiz də birdən arzu tutaq, deyək amin buraxaq. Yaxşı? Qulağına. Hə, arzu tutun. Qoy mən arzunu Qulağına fikirləşim. deyil, qulağına. Qoy fikirləşim, qoy. Arzusu. Tezliklə bizim Arzumuz Çin olsun. torpaqlarımız inşallah ki alınacaq. Biz də gedəcəyik bu sülh quşunu. Orada biz havaya göyərçinləri uçurdacağıq. Amin. Amin. 2, 3. Amin. Bax, indi o səy saytlar var, ha. Götürüb yazacaq ki, ay cəmaat, xəbəriniz var. Həlidən doğru xəbərdə Elza Seyidcan quş buraxdı. Elə deyil axı. Elə deyil. Məşhur yazıcı Shakespeare məndən yaxşı olmasın deyib ki, həyat bir səhnədir. Biz də aktyorlarıyıq. Ona görə elə oynayın ki, heç kimin zakazına girməyin. Bir gecəniz xeyrə.